qalıb. Kimdir ifaçımız, nə ifa edəcək bu haqda gözləmə otağında məlumat verəcəklər. Buyurun Natavan. Əziz tamaşaçılar, əziz muğamsevərlər, bu həftənin ilk onluğunun sonuncu ifaçısını dinləyəcək. Kamilə Nəbiyevanın ifasını sizinlə bərabər dinləyib, əlbəttə ki, bugünkü onluğun ifalarına son deyəcək. Kamilə bugün nə ifa edəcək? Axşamınız xeyir olsun. Bugün ifa edəcəyim mahnı Bahçıqaz təsnifi Çoban qızı. Uğurlar arzulayırıq, səhnə səni gözləyir. Kamilə Nəbiyeva. Uğurlar.
zülfü perişanındadır. Aşiyanı ömürgüdür, zülfü perişanındadır. Qanda olsam ey peri, könlüm senin yanındadır. Eşki derdine hoşam, çeken acımdan təbib. Eşki derdine hoşam, el çeken acımdan təbib. Qılma dərman kim, helal kim, zəhri dərmanındadır. Ay, ay, aman, yar, ay, ay, aman, ey. Çəkmə damən naz edib, üftadələrdən vəhmi qoyun. Çəkmə damən naz edib, üftadələrdən vəhmi qoyun. Göylere yaman yar, göylere açılmasın eller ki damanındadır. Gözlerim yaşın görüp şuur etme. Gözlerim yaşın görüp şuur etme nifret hem. Ol demektendir ki el şeker efşanındadır. Ey Füzuli, ey Füzuli, şemtey mütlak açılmaz yanlardan tablar ki sümbülünden işleri canımdadır. Yar 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 yar, yar aman, yar 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 yar, yar aman, yaman aman, Vedat aman, ya ya Kamilə Nəbiyeva və Bu Kamilənin mənzərəni görməyə qiymətləri. dəyər. Teşekkür edirik alkışlarınıza göre. Çok sağ olun. Çok teşekkür ederim. Beləliklə Kamilə Nəbiyeva bütün müsiflər tərəfindən, müsiflər heyətimiz tərəfindən
Hər biri 10 balla qiymətləndirildi və bərabər bütünlükdə 70 bal topladı Kamilə. Bu günün ilk 70-idir də bu, hə? Təbrik Bəli. edirəm Kamilə. Uğurlar arzu edirik. Biz Kamiləni göndəririk gözləmə otağına. Bəli, buyursun. Və əlbəttə ki, münsiflər heyəti üzvlərinin fikirlərini eşitmək istərdik məmnuniyyətlə. Fikir söyləməyəcəklər. Fikir söyləmədilər. Qiymətdə Hər kəs əksini tapdı. 10 balla qiymətləndirdi. Beləliklə, əziz tamaşaçılar, sizinlə bərabər final mərhələsinin ikinci həftəsində birinci onluğa daxil olan iştirakçıları dinlədik. Maraqlı, eyni zamanda sizinlə bərabər çox xoş və zövqlü saatlar yaşadıq. Və əziz tamaşaçılarımız, sizinlə biz həftənin 4-cü günü, fevral ayının 24-də ilə bu məkanda görüşəcəyik. Amma gələn həftə həyəcan biraz daha artıq olacaq, çünki digər onluq ifa edəcək və bir qayda olaraq, qayda qanuna əsasən bir iştirakçı, zəif iştirakçımız müsabiqəmizi tərk edəcək. Beləliklə, əziz dostlar, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında Mədəniyyət və Turizm Nazirliyinin yaxından köməkliyi ilə Azərbaycan televiziyasının keçirdiyi Muğam Televiziya müsabiqəsi 2011-in daha bir həftəsinin ilk onluğunun dinləmələrini yekunlaşdırdıq. Gələn 4-cü gün görüşmək ümidi ilə hələlik. Salamat qalın.